Yaponiyada elə bir peşə var ki, sən boşanmaq istəyəndə onlar gedib sənin həyat yoldaşını aldadır. Necə? Gəlin danışım. Bu peşənin adı Vakaresaseyadır. Gizli fotolar çəkir və bütün bunlar sənin üçün sübuta çevrilir. Qiymətləri isə elə ucuz deyil, bəzən 10 minlərlə dollara başa gəlir. 2010-cu ildə isə bütün Yaponiyanı silkələyən bir hadisə baş verdi. Takeshi Kuwabara adlı bir Vakaresaseya əməkdaşı qadınla münasibət qurmaq üçün tutulmuşdu. Onun vəzifəsi sadə idi. Ria Izohata adlı qadını ələ almaq, ərinə xəyanətini sübutu yaratmaq. Amma heç kimin gözləmədiyi bir şey oldu. Bu süni münasibət gerçeğe çevrildi. Diye həqiqətən aşıq oldu. Kuwabara isə roldan çıxa bilmirdi. Bu hekayənin sonu isə facia ilə bitdi. Qadının əri öldürüldü. Məhkəmə Kuwabaranı günahkar bildi və bütün ölkə başa düşdü ki, gizli işləyən bu sənaye sadəcə ailələri dağıtmır, bəzən qanlı sonluqlara da yol açır. Bugün Yaponiyada Vakaresaseya hələ də var. Qanunla tam qadağan olunmasa da çox ciddi mübahisələr doğurur. Bəziləri bunu zəruri çıxış yolu sayır, bəziləri isə etik fəlakət. Amma bir həqiqət var. Yaponiyada bir ailə dağılanda bəlkə də səbəb xəyanət deyil, arxada gizlənmiş bir